günahsızdısa, qadına birinci daş atsın. Kim günahsız idi? Davamını oxuyaq. İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı. Yenidən yazılan bir yazı. Orada nə yazılmışdı? İnsanlar yazını görüb uzaqlaşırdı, çünki orada qanunlar yazılmışdı. Bu qanunların mənası sevgi və bağışlanmadır. Bu qanunlara baxanda hər kəs öz günahını görür, çünki yazılıb. Hər kəs günah edib və Allahın izzətindən məhrum olub. Kim günahsızdısa? Hər biri günahkar idi, o qadın qədər ən azı və hər kəs getdi. Bəli, əzizlərim, qanunlar güzgüdür. Güzgü təmizləyə bilməz, amma təmizlənmək və özünə çəki düzən vermək üçün səni özünə göstərə bilər. Qanunlar sənin güzgündür, sevgi sərhədlərindir. Sərhədlər sənə kənara çıxmamaq üçün xəbərdarlıqdır. Güzgü sənin hər gün baxdığın bir şeydir. Əminəm ki, heç kim güzgüyə baxmadan evdən çıxmır. Gəlin biz də güzgümüzün yanında yazaq. Allahını sev və qonşunu sev. Hər gün ürəyimin güzgüsünə də baxmağı unutmayaq.